Salam, gəlin belə bir buraxılış sualına baxaq. Demək bizə ABC üçbucağı verib və deyir ki, ABC üçbucağında 7 ortaq xətti MN YD-yə paraleldir. 2YN bərabər 3MB və SYMN D bərabər 42 olarsa SABC-ni tapın. Demək buradan MN YD-yə paraleldir. Və bizə belə bir bərabərlik verib. Bunu belə yaza bilərik. YM bölünsün MB bərabərdir 3 bölünsün 2. Və buradan YM bərabərdir 3x, MB bərabərdir 2x, yəni yaza bilərik. İndi gətirib burada yazsam, olar 2x, burada olar 3x. İndi nəyə fikir verməliyik? 7 əgər ortaq xətdirsə, onda ortaq xəttin nə olduğuna baxaq. Əvvəlcə ortaq xətt nədir? Üçbucağın yan tərəfinin ortasına birləşdirən düz xətt parçasına ortaq xətt deyilirdi. Əgər bura 5x-dırsa, onda burada 5x olacaq. İndi gəlin bu balaca üçbucağın və bu üçbucağın oxşarlığından istifadə edərik. Yəni sahələrin nisbətini yazaq. SMBN bölünsün SYBD bərabərdir 2x'in 5x'a nisbətinin kvadratı. Bu deyir 4 bölünsün 25. Bu balaca üçbucaq yazaq. SMBN bərabərdir 4S, SYBD bərabərdir 25S. İndi bura 4S olarsa, burada 21S olur. Niyə 21S olur? Çünki bu üçbucağın sahəsi 25S'dir, balaca üçbucağın sahəsi 4S'dir. Onda burada qalır 21S. Biz bunu tapdıq. Və bizə 21S bərabər də 42 vermişdi. Yəni buna görə. Burada S tapırıq 2. S tapdıq 2. Demək, SYBD bərabərdir 25S. O da bərabərdir 50'ye. Biz bunun sayısını tapdıq 50. İndi yenə oxşarlıqdan istifadə edək. Bu dəfə yazaq. SYBD bölünsün SABC bərabərdir 5x bölünsün 10x'in kvadratı. O da bərabərdir 25 bölünsün 100. Bunlar da ixtisar aparsaq, burada qalar 4. İndi yazaq. SYBD-ni biz 50 tapmışdıq. Qoyaq bura 50. 50 bölünsün SABC bərabərdir 1 bölünsün 4'ə. Buradan da SABC-ni tapsaq, 4 bölünsün 50, o da edər 200. Yəni cavabımız 200 Y variantı olacaq.